Mən Məmmədli Kəmalə bugün sizə karikatura, şarj və komiks mövzuları haqqında bir qədər məlumat vermək, əgər sizə qaranlıq qalan məqamlar varsa və imtahanda necə yadınıza sala bilərsiniz, həyəcan olduğu anda necə işin içindən çıxa bilərsiniz deyə bəzi məqamları nəzərinizə çatdırmağa çalışacağam. İlk öncə gələk komiksə. Komiks nə deməkdir? Komiks animasiya filmi ilə, kino ilə sıx bağlı olan hər hansı əhvalatın bəhs edildiyi təsvir silsiləsidir. Və sözün özü, komiks sözünün özü ingiliscədən tərcümədə gülməli deməkdir. Vahid hekayəni təşkil edən qısa mətinli şəkil silsiləsidir. Komikslər bölünür bir neçə yerə: yumoristik, macəra, fantastik və tarixi. İlk öncə diqqətinizə bunu çatdırmaq istəyirəm ki, komiks, karikatura, şarj anlayışlarını əgər bir-birinə qarışdırırsınızsa, dərsi oxuyan zaman 9-cu sinif dərsliyində yadınıza salın, əgər sizdən komiksi istəyirsə, komiksin nə olduğunu soruşursa, dərhal yadınıza salın ki, birinci bizə kino mövzusu verilib, arxasıca animasiya mövzusu verilib. Bu iki mövzunu birləşdirəndə nə əmələ gəlir? Komiks əmələ gəlir. Deməli, kino, animasiya ilə sıx bağlı olan təsvir silsiləsi, silsilə sözünü heç bir halda unutmuruq, təsvir silsiləsi komiks adlanır. İlk komikslər 20-ci əsrin əvvəllərində Avropa və Amerika qəzetlərində görünməyə başlayıb. Sonralar isə onların ən məşhurları ayrıca kiçik jurnal kimi nəşr olunmağa başlayıb. Sonra nəzər salırıq, baxın işarələmişəm burada sizin üçün ki, komikslərin tarixi çox əvvəllərdən başlayıb və bu janr ABŞ-da yaranıb. 1892-ci ildə Amerikanın The San Francisco Examiner jurnalında Ayı balası və pələng adlı ilk Amerika komiksi dərc edilir. Sonralar isə komiks yaradıcısı kimi məşhurlaşan və öz komiks seriyalarını təqdim edən Richard Altcold oldu. Janrın inkişafına öz töhfəsini həm də Rudolf Dirks verib. Personajların nitqinin yerləşdirildiyi bulud formalı qovuq çərçivələrini məhz o icad etmişdi. Burada bizə 3 dənə çox önəmli nüansı verib, hansı ki, bunlardan biri 1892-ci ildə Ayı balası və pələng adlı ilk Amerika komiksinin dərcidir. Bu birincisi. İkincisi, burada iki məşhur şəxsin adı verilib, hansı ki, bunlardan biri komiksin yaradıcısı kimi bizə təqdim olunur. İkincisi isə sırf personajların nitqinin yerləşdirildiyi bulud formalı qovuq çərçivələrinin yaradıcısı kimi. İndi mən burada bacardığım qədər sizin üçün yazmağa çalışmışam. Baxın, bu bulud formalı qovuqdur. Üzr istəyirəm. Bu bulud formalı qovuqdur. Səhv salmayasınız deyə bu qovuğun içərisinə göz yaddaşınızla da yadda qalsın deyə Rudolf Dirks yaza bilərsiniz. Hansı ki, Richard Altcoldla Rudolf Dirksi bununla fərqləndirə bilərsiniz ki, biri qovuq yaradıb, digəri isə ümumiyyətlə komiks janrının yaradıcısıdır. Sonra komikslər deyir ən azı 2 şəkil olmalıdır. Biz bir təsvirə komiks heç bir halda deyə bilmərik. Çünki bir təsvir illüstrasiyadır, rəsmdir. Bu komiks deyil. Komiksdə adı üstündə təsvir, şəkil silsiləsidir. Hansı ki, vahid bir mətni, qısa bir mətni izləyir, özündə, öz təsvirlərində onu əks etdirir. Daha sonra nəzər yetirək sizinlə. 21-ci əsr, əsrin əvvəllərində komikslərdə yeni təcəssüm meydana gəldi. Bu nə idi? Komikslər yeni təcəssümünü tapdı. Komiksləri artıq təkcə karandaşla deyil, həm də yağlı boya ilə boyamağa, üstəlik birinci və ikinci qrafik rəqəmsal texnologiyalarla kombinə etməyə başladılar. Sonra nəzər salırıq bu maraqlıdır hissəsinə. Brüsselin görkəmli yerlərindən biri artıq 25 il boyunca davam edən qeyri-adi küçə layihəsidir. 1991-ci ildə küçə rəssamları Brüssel küçələrindəki evlərin, binaların görkəmini dəyişmək, onları daha əlvan yadda qalan etmək üçün bu tikililəri məzəli komiks əhvalatları ilə boyamağa başladılar. Komikslər Belçikada çox populyardır və baxın nəyin bir hissəsi sayılır? Milli qürurun bir hissəsi sayılır. Bəzi qrafitilər artıq ölkənin əsl qüruruna çevrilib və özlüyündə
küçə incəsənətinin şedevri sayılır. Gəlin baxaq görək qrafiti nə deməkdir. Qrafiti cəm halda, tək halda verilib bizə. 20-ci əsrin son rübündə avangardizm cərəyanı. Baxın, bura qədər, məsələn, biz kinonun, animasiyanın, daha sonra elə komiksin özünün heç birində biz avangardizm cərəyanı, cərəyan deyə bir söz görmədik. Əgər sizdən qrafitini soruşursa, bu artıq bir cərəyandır, avangardizm cərəyandır. Ona görə bu düşünürəm ki, yaddan çıxmaz, unudulmaz. 20-ci əsrin son rübündə avangardizm cərəyanı divarda və digər səthlərdə boya və yaxud mürəkkəblə cızılmış, yazılmış və ya çəkilmiş təsvirlər, rəsmlər ya da yazılar. Adicə sözlərin yazılışında ta zərif rəsmlərə dək küçə divarlarının boyanmasının istənilən növünü qrafitiyə aid etmək olar. Bir incəsənət növü kimi qrafitinin də öz üslub və cərəyanları var. İndi isə baxırıq karikaturanın nə demək olduğuna. Sonda bəzi tarixləri sizlə konspektləşdirərik. Hansı ki, bir tarixdə 2 hadisə baş verib. Elə də yadınızda saxlaya bilərsiniz. Tarixlər əgər yadınızda qalmırsa çox. Karikatura komiksin ən geniş yayılmış janrıdır. Mən bunu həmişə necə izah edirəm? Deyirəm, tac kimi, şah kimi komiksin başına bir tac çəkin. Karikatura komiksə tabedir. Şarj karikaturaya tabedir. Bunu bu şəkildə yadınızda saxlaya bilərsiniz. Birinci komiks gəlir, arxasıca ona tabe olan karikatura gəlir, daha sonra şarja karikaturaya üzr istəyirəm, tabe olan şarj gəlir. Karikatura nədir? Karikatura yükləmək, şişirtmək deməkdir sözün mənası. Bilərəkdən komik effektinin yaradıldığı, baxın burada tərif verilib. Adamları ifşa etmək, yaxud onlara gülmək məqsədi ilə vücudun, simanın, geyimin, davranış tərzinin xarakterik cəhətlərinin şişirdildiyi, qabardıldığı təsvirləri birləşdirən xüsusi təsviri sənət janrıdır. Hansı ki, birazdan toxunacağıq, Azərbaycanda neçənci ildə yaranıb, hansı jurnala əsası qoyulub, ki, burada da qeyd olunub. Karikatura ictimai həyatdakı mənfi təzahürlərlə mübarizə aparmağa kömək edir və karikaturaçı rəssamlar öz yaradıcılıqlarında istehzanın bu güclü tərəfindən istifadə ediblər. İlk öncə karikaturanın mənasını bilməliyik. Nə mənaya gəlir? Yükləmək və şişirtmək. Karikaturadan hansı məqsədlər üçün istifadə olunub? Tərifinin içində bizə ikicə məqamı vurğulayır. Birincisi, ya adamları ifşa etmək, ikincisi, ya da onlara gülmək məqsədi ilə vücudun, simanın, geyimin, davranış tərzinin xarakterik cəhətlərinin şişirdildiyi. Adətən karikaturanı çox insan şarjla səhv salır. Lakin şarjda fərqi karikaturanın ondadır ki, karikaturada yalnız sima şişirdilmir, sima dəyişdirilmir və yaxud da simanın xarakterik xüsusiyyətləri qabardılmır. Vücudun və simanın, hətta geyimin, davranış tərzinin xarakterik cəhətləri şişirdilir. Bu karikaturadır. Amma əksəriyyət insanın bildiyi, yəni simanın şişirdildiyi, insanın üzündə qabarıq olan, məsələn, burnu uzundursa biraz da uzatmaq, qulaqları enlidirsə biraz da qulaqları böyükdürsə biraz da böyük çəkmək, bu xüsusiyyət məxsusdur şarja. Ona da baxacağıq. Karikatura bəlkə də gündəlik hadisələrə dərhal cavab verən hadisə, baş verən anda münasibət bildirməyə qabil olan yeganə janrdır, daha doğrusu. Karikatura bəlkə də gündəlik hadisələrə dərhal, hadisə baş verən anda münasibət bildirməyə qabil olan yeganə janrdır. Burada nə deməyə çalışır? Deməyə çalışır ki, gündəlik çox baş verən hadisələr var və bunu tez bir zamanda insanlara çatdırmağın ən rahat yolu, ən tez yolu karikaturadır. Ki, məsələn, bunu bir var qəzetdə dərc olunsun, bir var yazılsın, belə deyək, yazı şəklində yazılsın, məqalə şəklində yazılsın və yaxud da ki, belə deyək, audial vəziyyətdə səslə yayılsın. Hətta olar ki,
günümüzdə çəkilib paylaşılsın. Hal-hazırda karikaturanın yerini əlimizdəki telefonlar tutur. Amma unutmayaq ki, karikatura baş verən hadisəyə dərhal cavab verən janrdır, hansı ki tez bir zamanda biz buna nail ola bilirik. Azərbaycanda karikatura janrının yaranması Molla Nəsrəddin jurnalının burada verilib. Molla Nəsrəddin jurnalının dərci ilə başladı. Hansı ki 1906-cı il aprel ayında Molla Nəsrəddin adlı həftəlik satirik jurnal nəşrə başlanıldı. Bu jurnalın naşiri Cəlil Məmmədquluzadə olub 25 il ərzində fəaliyyət göstərib və bu jurnal 25 il ərzində cəmiyyətin eybəcərliklərini, qüsurlarını göstərib. İlk karikaturaçı rəssamımız satirik qrafikasının təməlini qoymuş Əzim Əzimzadədir. Burada onun karikaturası da bizə göstərilib nümunə olaraq. Digər karikaturaçı rəssamlarımız arasında Sadıq Şərifzadə, Salam Salamzadə, Mixail Vlasov və başqalarının da xidməti olmuşdu. Və 1952-ci ildə Kirpi satirik jurnalının nəşrə başlamasına da təkan verib Azərbaycanda karikatura janrının inkişafı. Xatırlayaq, aşağı siniflərdə verib bizə 1952-ci ildə Kirpi satirik jurnalı bu heç, amma onun rəssamı kim olmuşdu? Nəcəfqulu İsmailov. Hətta orada qeyd olunur ki, Nəcəfqulu İsmailov Kirpi satirik jurnalının baş rəssamı olmaqla yanaşı Krokodil jurnalı ilə də əməkdaşlıq edən rəssam idi. Karikatura informasiyanın çatdırılma formasıdır və digər ifadə vasitələri ilə müqayisədə daha tez qavranılır və anlaşılıdır. Karikaturaya əsasən cəmiyyətin vəziyyətini, problemlərini, nöqsanlarını öyrənmək olar. Sonra baxın, burada cümlələrin içində itib batan çox önəmli sətirlər var. Bir dəqiqə qeyd edim sizin üçün. Satirik janr nədir? Satirik janr ictimai rəyin formalaşmasına təsir göstərir və müəyyən dünya görüşünə malik mövqe tutmaqda oxucuya kömək edir. Karikaturaçı baş verən bütün dəyişiklikləri izləməlidir. Satirik rəsm ləngimiş şərhin deyil, hadisələrin bir hissəsi olmalıdır. Və unutmamalıyıq, karikatura təkcə güldürməyi bacarmır, həmçinin publisist işini yerinə yetirir. Nədir onun publisist işi? Tənqid, təşviq və ifşa etmək. İndi gəldik daha önəmli bir məqama, hansı ki bayaq mən sizə dedim. Birinci gəlir komiks, sonra gəlir karikatura, hansı ki karikatura komiksə tabedir. Sonra gəlir şarj, hansı ki karikaturaya tabedir. Baxın, daha kəskin karikaturaları bəzən şarj adlandırırlar. Şarj şişirmək, artırmaq deməkdir. Yükləmək, artırmaq demək idi karikatura, şişirmək, artırmaq deməkdir şarj. Karikaturanın bir növü insanın xarakterik cizgilərinin dəyişdirildiyi və vurğulanıldığı yumoristik və satirik təsvirdir. Şarjın əsasında portret durur, bayaq izah etdiyim kimi sizə. Və o inkişaf edən sujet tələb etmir. Termindən bütün incəsənət növlərində istifadə edilsə də, təsviri sənət sahəsində maksimal istifadə olunur. Yəni bu şarjdan. Əgər bir rəssam şarj yaradırsa, mütləq insanın simasında olan xarakterik cizgi ilə işləyir. Yəni biz artıq burada geyimə toxunaq, bədənə toxunaq, onu daha da şişirdək, qabardaq və yaxud da ki, sujetli bir təsvir çəkək. Bu karikatura olacaq. Şarjla işləyən rəssamın işi yalnız portretlədir. Çünki tərifin içində də verir ki, şarjın əsasında portret durur və inkişaf edən sujet tələb etmir. Artıq buradan bizə hər şey məlumdur. Şarj rəssamın gördüklərinin vizual müşahidəsidir. Şarjı ilə çəkmək lazımdır ki, onda təsvir edilən şəxsə qarşı təhqirə çevrilməsin. Bir də ki, çox vacib məqamdır. Baxın, şarjın yaradılmasında mühüm məqam kompozisiya sayılır. Şarjı çəkən təcrübəli rəssam şəkildə yalnız qabarıq məqamı əks etdirmir. O həm də insanın ümumi psixoloji ovqatını, onun daxili aləmini kağızda ifadə etməlidir. Deyə bilərsiniz ki, hardadır burada kompozisiya? Axı tərifdə deyildi ki, inkişaf edən sujet tələb etmir. Burada sujet yoxdursa kompozisiya nə gəzir? Deyə bilərsiniz. Amma
Əgər biz insanın daxili aləmini onun simasında verməyə çalışırıqsa, bu özü də elə kompozisiyadır. Deməli, ən çox qarışdırılan mövzular komiks, karikatura, şarj haqqında izah bu qədər. Əgər çətinliyiniz olarsa, şərhlərdə yazarsınız. Əlimizdən gələn köməyi göstərməyə hazırıq. Və sonda demişdim sizə illəri konspektləşdirəcəyik, tarixləri. Baxın, o tarixlər bunlardır. Deməli, 1906-cı ildə ilk animasiya filmi yarandı Unzir Maki tərəfindən. Bu dünyada baş verdi. Bəs Azərbaycanda nə baş verdi 1906-cı ildə? Azərbaycanda karikatura janrının yaranması və Molla Nəsrəddin jurnalının nəşrinə başlanılması ili idi. 1982-ci ildə Emil Reyno Atraksiyan Optik Teatrını yaratmışdı. Hansı ki, o kim idi? Emil Reyno animator idi. Və 1982-ci ildə Amerikada Ayı balası və Pələng adlı ilk komiksin dərci olmuşdu. Bunları belə konspektləşdirib, məsələn 1906-cı il yazıb, bu iki hadisə dünyada və Azərbaycanda baş verən, digərində isə Atraksiyan Optik Teatrı, birində isə komiksin dərci şəklində yazsaz, yadınızda daha yaxşı qalacağına ümid edirəm.